Digər mühüm bir məsələ dünyapərəstlikdən uzaq olmaqdır. Dünyapərəstlik sözün əsl mənasında insanı küfrə aparan yollardandır. Əlbəttə ki, dünyapərəstliklə zəhmətkeşliyi bir-birinə, var-dövlət qazanmağı bir-birinə qarışdırmaq olmaz. Var-dövlət qazanmaq savabdır. Bir nəfər gəldi İmam Cəfər-i Sadiq əleyhissalamın yanına, dedi, ağa, bilirsən də mən tacirəm, çoxlu dükanlarım var, belə qərara gəlmişəm ki, bütün dükanların hamısını bağlayım, özümü həsr eləyim ibadətə. İmam əleyhissalam ona gözəl bir tövsiyə verdi. Dedi, get dükanları aç. Ardınca da gözəl bir ifadə buyurur, deyir, var-dövlət qazanmaq imkanı olub qazanmayanların ağlı yoxdur. Çünki Vəsail-i Şiə əsərində gəlib bu hədis, Əllamə Hür Amili nəql eləyir. Çünki insan halal yolla var-dövlət qazanmaqla öz üzərinə düşmüş vəzifələri icra edir. Xumus, zəkat, sədəqə və s. Cəmiyyətin sosial bərabərliyi təmin olunmuş olur. Ona görə də halal yolla qazanılan var-dövlətlə dünyapərəstlik bunlar ayrı-ayrı anlayışlardır. İndi qazandığın səni gətirib müəyyən təkəbbürə, riyakarlığa, nəyə çıxaracaqsa, bilirsən ki, o qazandığın səni, necə deyərlər, nəuzubillah, Qarun kimi yoldan döndərəcəksənsə, onun ardınca getmə. Yox, Qaruna deyil, Həzrət Süleymana bənzəyə biləcəksənsə, o zaman getmək lazımdır var dövlətin dalınca. Həzrət Süleyman peyğəmbərlərdən biridir, dedi, ey Rəbbim, mənə hesabsız var dövlət ver. Hesaba gəlməz Süleymanın varı, dövləti və s. olub. Bütün bunların hamısını biz, əziz möminlər, ona görə qeyd edirik ki, bütün işlərimizin əsasında səmimiyyət, ixlas dayanmalıdır.